Hörmətli müəllimlər, sizi 3-cü video sessiyamızdan salamlayıram. Ötən video sessiyamızda kurs strukturunun qurulması ilə bağlı olan hissələrə baxdıq. Artıq bu dəfə sillabusun yerləşdirilməsi ilə bağlı olan hissələrə baxacağıq. Bunun üçün qeydiyyatda olduğumuz kursa daxil oluruq. Kursa daxil olduqdan sonra sillabusun yerləşdiriləcəyi qovluğu və yaxud da ki, modulu seçirik. Biz fənn haqqında məlumat modulunun içərisinə yerləşdirəcəyik. Yəni, burada resurslar və yaxud da qaydalar qovluqlarının içərisində deyil də, birbaşa olaraq fənn haqqında məlumat modulunun içərisində. Ona görə bu qovluqlarla əlaqəsi olmayan buradakı plus işarəsinin üzərinə klikləyirəm və yüklə düyməsinin üzərinə klikləyirəm ki, birbaşa olaraq sillabus faylımı bura yükləyə bilim. Yüklərin üzərinə kliklədikdən sonra kompüterimdə olan sillabus faylımı tapıram. Mən də burada fayllar bölməsində sillabus faylı var, seçdim, əlavə elədim. Əlavə etdikdən sonra sillabusun adını burada qeyd edirəm. Burada birbaşa olaraq faylın adını yazır. Biz bu faylın adını dəyişdirə bilərik. Baxın, burada docx uzantısını da silə bilərik. Adını yaza bilərik sillabus. Fənnin kodunu yaza bilərik və fənnin adını. Formatda sillabusun adını qeyd edə bilərik. Fayl seçimləri hissəsində əgər istəyiriksə tələbələr həm sillabusa baxa bilsinlər, həm endirə bilsinlər. Olduğu kimi saxlayırıq bunu. Yoxsa əgər ancaq baxmağını istəyiriksə, yalnız baxın düyməsinin üzərinə klikləyirik. Yox, əgər endirməsini istəyiriksə, endirmə düyməsinin üzərinə klikləyirik. Ən optimal seçim baxın və endirin düyməsini seçməkdir. Yəni, tələbələr həm baxa bilsinlər, həm də özləri üçün endirsinlər ki, telefondan və yaxud da ki, başqa cihazlardan həmin sillabuslara baxa bilsinlər. Seçim etdikdən sonra yaddaşda saxlayırıq. Yaddaşda saxlayandan sonra tələbələr üçün aktivləşdiririk bunu. Artıq tələbələr buradakı sillabusun üzərinə tıkladıqları zaman, kliklədikləri zaman tələbənin baxışına keçək, görək necə görsənir. Fənn haqqında məlumat sillabusun üzərinə kliklədikdə həmin sillabus faylı Word formatında burada açılır. Tələbə buradan da birbaşa oxuya bilər həmin faylı kompüterindən və yaxud da telefonundan və yaxud da ki, həmin faylı yükləyə də bilər. Yüklənmə düyməsinin üzərinə kliklədiyi zaman həmin fayl tələbənin kompüterinə buradan yüklənir. Tələbə həm kompüteri yüklədikdən sonra istənilən cihaza bu faylı göndərib oradan baxa bilir. Eyni zamanda, əgər tələbə telefon vasitəsilə də daxil olubsa, o zaman həmin faylı birbaşa olaraq telefonuna da yükləyə bilir. Və çıxış edirik, yaddaşda saxlayırıq. Formatda sillabusumuzu fənn haqqında məlumat hissəsinə əlavə elədik. İzlədiyiniz üçün təşəkkür edirəm.